Salam, hər vaxtınız xeyir olsun. Bu günləri mən əncir mürəbbəsi bişirdim. Bildiyiniz kimi əncir mürəbbəsini bişirmək biraz vaxt alır. Çünki çox həssas meyvə olduğuna görə bişirən zaman diqqət eləmək lazımdır ki, əzilməsin. Və əncir alan zaman fikir vermək lazımdır ki, dənəsi az olan əncir olsa daha yaxşı olar. Və ənciri ilk öncə gətiririk, yuyuruq, təmizləyirik qara yerlərini. Sonra isə şərbət hazırlayırıq. Mən 3 kilo almışdım. 3 kiloya isə 2 kilo 400 qram şəkər tozu əlavə eləyib, deməli 2 stəkan su və 2 kilo 400 qram şəkər əlavə eləyib şərbət hazırlayırıq. Sonra isə içinə həmin o əncirləri əlavə eləyirik. Hardasa bir 20 dəqiqə falan qaynayır, kənara qoyuruq. Tam soyuduqdan sonra ikinci kərə bişiririk, bişməyə qoyuruq. O da hardasa 45 dəqiqə falan çəkir. Kəfi çıxdıqca da yığmaq lazımdır. Belə gözəl mürəbbəmiz aldı gördüyünüz kimi. Çox dadlı. Sonra isə bankalara yığıb sərin yerdə saxlamaq lazımdır.